Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix məlum olub. Doğru xəbər Azərbaycan bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Məlumatda deyilir ki, Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda aprel ayı üzrə pensiyalar qrafikə uyğun şəkildə ödəniləcək. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək. Daha sonra isə qrafikə uyğun olaraq digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin pensiyaları da ödəniləcək. Əldə etdiyimiz son məlumata görə Naxçıvanda artıq aprel ayının pensiya ödənişi başa çatdırılıb. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, pensiyaçılar onlara təqdim olunan plastik kartlar vasitəsilə müvafiq bankomatlardan pensiyalarını əldə edə bilərlər.